İnsan bənzərsizdir deyirik. Amma sənə desəm ki, insanı insan edən bir çox xüsusiyyət başqa növlərdə də var. Bu kəşf edən universitet bitirməmiş bir qadın oldu, Jane Goodall. Bugün biz onun hekayəsini birlikdə araşdıracağıq. 1960-cı ildə 26 yaşlı Jane Goodall Afrikaya getdi. Arxasında heç bir akademik zənginlik yox idi, sadəcə öyrənmə həvəsi var idi. Şimpanzələrin alət istifadə etdiyini bilirdi, amma hazırladığını bilmirdi. Goodall gördü ki, şimpanzələr çubuğu təmizləyib termit ovuna uyğunlaşdıra bilir. Elmə meydan oxuyan bu tapıntı göstərdi ki, alət yalnız insana aid deyil. Bir ana şimpanze balasını itirdikdən sonra günlərlə hərəkətsiz qalması insan emosiyalarına bənzəyir. Fərqli qrupların fərqli ənənələri var. Bəziləri daşla qoz qırır, digərləri isə bunu bilmir. Mədəniyyət yalnız insana aid deyil. Goodall'ın tapıntıları ilk illərdə qəbul edilmirdi. İnsan üstünlüyü mifinin dağılması elmi cəmiyyəti çaşqın hala salmışdı. Şimpanzelərlə genetik olaraq 98,7% oxşayırıq. Xətti 6-7 milyon il əvvəl baş verib. Təkamül bunu qaçılmaz edir. Biz düşündüyümüzdən daha çox oxşayırıq. İnsan olmaq nədir? İnsan olmaq anlamaq, əlaqə yaratmaq, təbiəti qorumaqdır. Goodall bunu bütün dünyaya göstərdi. Biz dünyaya sahib deyilik. Dünyada şimpanzelər də, bitkilər də, heyvanlar da yaşayır. İnsanlığı ölçən təkcə ağıl deyildir. İnsanlığı ölçən məsuliyyət hissidir. Goodall deyirdi, hər fərd fərq yarada bilər.